Bildiğinize göre bugün Abbasqulu Bakıxanova həsr olunmuş bir ünsiyyət meclisi qurmuşuq. Əmirzanovların ünsiyyət günü. Abbasqulu Bakıxanovun 21 iyun ad günüdür. Biz onu Maddi Mədəni İrsin Təbliği İctimai Birliyin sədri olaraq, həm Ağsaqqallar Şurasının sədri olaraq biz onu hər il qeyd edirik. Onların yubileylərini, onların ad günlərini, həm də Səttar Bəhruzadənin və başqa tarixi şəxsiyyətləri qeyd edirik. Bu illəri biz başqa cür fikirləşib, yəni ki, Əmirzanovların ünsiyyət gününü təşkil eləmişik. Həmən bu ünsiyyətə insanların çox böyük ehtiyacı var. Ona görə ki, hamı deyir, uşaq vaxtı məsələn, bir yerdə olmuşuq, atalarımız bir yerdə olub, amma indi bir-birimizdən ayrı düşmüşük. Həmən o ünsiyyəti mən istədim bərpa eləmək və hamı tərəfindən çox yüksək səviyyədə bu qəbul olundu, sevindilər. İndi də sevinirlər o insanlar, bura gələnlər. Və istərdim ki, Bakı kəndləri arasında bu ənənə davam etsin və onlar da öz kəndlərində həmən bu ünsiyyət tədbirlərini həyata keçirsinlər. Bizdə bilirsiniz, tarixi şəxsiyyətlər həddən artıq çoxdur. Həm ruhanilərimiz, həm alimlərimiz, astronomlarımız, şairlərimiz, rəssamlarımız həddən artıq çoxdur. Və həm də bizim fikrimiz var ki, Əmirəcanı Bakı kəndləri arasında mədəniyyət mərkəzinə çevirmək. Bu bizim arzumuzdur. Çalışacağıq ki, ona doğru addımlayaq. Allah Teala insanı yaradanda ona en güzel nimet olan ünsiyyəti verib. Bu ünsiyyət texnikanın inkişafı ilə dövranımızın necə deyərlər, dəyişməsi ilə əlaqədar çox nadir hallarda olur. Bu ağrılı yerimizdir. İnsanlar bir-birindən get-gedə uzaqlaşırlar. Və belə bir günü məhz Abbasqulu Bakıxanovun anadan olan gününə salınması çox belə necə deyərlər, gözəl bir məramdır. Abbasqulu Bakıxanov cəmisi 6 il yaşayıb Əmircan kəndində, burada doğulub. Demək olar ki, həyatının ən gözəl ilklərini bu kənddə həyata keçirdi. Abbasqulu Bakıxanov Qüdsi, mən Qüdsi, çünki o şeirlərini Qüdsi təxəllüsü ilə yazıb. Mütəfəkkir alim olub, riyaziyyat, tarix, astronomiya üzrə onun gözəl elmi əsərləri olub. Gülüstan-ı İram əsərinin müəllifidir. Həm də siyasi xadimdir, general rütbəsinə qədər ucalıb. Mühüm dövlət necə deyərlər, görüşlərində iştirak edib, çox mühüm sənədlərə qol çəkib, Türkmənçay müqavilələrinin imzalanmasında da onun iştirakı olub. O bu necə deyərlər, imza atmasına görə, belə bir Azərbaycanın iki yerə bölünməsinə görə o çox əzab çəkirdi. Ömrünün son ilində o həcc ziyarətinə getdi. Deyilənə görə o gedəndə deyirmiş ki, əgər mənim günahımı bağışlayırsa Allah Teala, qoy mən bu ziyarətdə necə deyərlər, əbədiyyətə qovuşum. Bizim Əmircan kəndində Bakıxanovdan başqa böyük şəxsiyyətlər çıxıb. Akademik Əli Söhbət Sumbatzadə, dahi rəssamımız Səttar Bəhrzadə bu torpaqda göz açmır. Böyük bir ailə var ki, o ailədə 3 akademik yetişib. Usta Pirinin oğlanları Məhəmməd Paşa Quluzadə, İsrafil Quluzadə, Danil Quliyev katib olmuş, Respublika katibi olmuş. Mən xüsusi olaraq sevimli xanəndəmiz Ağaxan Abdullayevi qeyd eləmək istəyirəm. Biz Ağaxan Abdullayevlə məktəb yoldaşı olmuşuq. Ailəvi dost olmuşuq. Bizim evimizdə çox olub. Elə bugünkü tədbir də onun tikdirdiyi bu gözəl, möhtəşəm
binada keçirilir. Allah onu rəhmət eləsin. Ümumiyyətlə bu kənddə doğulanların necə deyərlər, əksəriyyəti incəsənətə, elmə böyük həvəsləri olub. Bilmirəm havasındandır, suyundandır. Mən fəxr edirəm ki, bu kənddə dünyaya göz açmışam. Ömrümün uşaqlıq və gənclik illəri bu kənddə keçib və bu gün də belə bir tədbirdə iştirak eləməyimə görə sevinirəm, həyəcan keçirdirəm. Çünki mən gənc yaşlarımda qoyub getdiyim insanları burada indi ağbirçək, ağsaqqal kimi görürəm. Çox həyəcanlanıram. Bununla bərabər də sevinirəm. Çox sağ olun. Bu çox yaxşı ənənədir ki, Abbasqulu Ağa Bakıxanovun doğum günü 21 iyun təsadüf edir. Bax, belə bir günə təsadüf edir. Əmrəcanların ünsiyyət günü. Daha doğrusu çox yaxşı bir təşəbbüsdür ki, Əmrəcanlıların ünsiyyət gününü salıblar Abbasqulu Ağa Bakıxanovun doğum günü ilə bir gündə. Mən bir Bakıxanov olaraq ümumiyyətlə hər il Abbasqulu Ağa Bakıxanovun doğum gününə Əmrəcan kəndinə gəlirəm. Mən onu demək istəyirəm ki, bu kəndin cəmaatına, bu kəndin təşəbbüskarlarına, öz dilimlə, bütün Bakıxanovlar adına böyük təşəkkürümü bildirirəm. Çox sağ olun, çox minnətdarıq. Hamımız minnətdarıq ki, hər il bu günü qeyd edirlər, bizi də dəvət edirlər. Fərhad müəllim çox sağ olsun, Allah sizdən razı olsun. Çox razıyıq, təşəkkür edirik, minnətdarıq. Bu günləri bu tədbiri təşkil edən Fərhad Muradova çox böyük təşəkkür bildiririk. Niyə görə? Çünki belə bir hadisə Abbasqulu bəy Bakıxanovun doğum gününü qeyd eləmək, yada salmaq çox gözəl bir işdir. Biz həmişə öz tanınmış insanlarımızı, öz ziyalarımızı yada salmalıyıq. Gələcək bir nəsilə də bir nümunə olsun. Niyə görə? Çünki hər bir Azərbaycanlı insanı oxumalıdır, inkişaf eləməlidir. Necə Abbasqulu bəy Bakıxanov Azərbaycanın inkişafında çox böyük rolu olub. Yenə deyirəm, çox sağ olsun Fərhad müəllim və Əmrəcanlara böyük salamını bildirirəm. Müvəffəqiyyətlər arzu edirəm. Bugün yığışmışıq, Əmrəcanlıların ziyalısı, təbəqəsi hamısı buradadır. Qeyd edirik bizim Abbasqulu Ağa Bakıxanovun il dönümü. Əmrcanlılar həmişə var olub, kişi olub, yerində olublar. Müvəffəqiyyətlər təşkilatçılara görə minnətdarım. Çox şadam ki, biz Əmrəcanlar hamısımız bir-birimizi tanıyırıq və həm mənim yaşlılarım bir-birimizi tanıyırıq, həm də burada biz öz evladlarımızı tanış etmişik bir-birinə. Fərhad Muradov ki, bunu təşkil edib, çox yaxşı təşkil edib. Bu davamlı olsun və həmişə həm biz, həm bizim cavanlarımız belə tədbirlərdə iştirak eləsinlər. Çox sağ olun.
Təbii ki, bu tədbir çox belə lazımlı tədbirdir. Ona görə bilirsiniz, insanlar elə bir ki, ölkəmiz bir əgər bir binadırsa, onların kiçik kərpiç, bunlar hamısı başlayır kəndlərdən, şəhərlər. Ümumi gəlib çıxır. Bir bina, Azərbaycan adına binanın. Hər belə tədbir mənə elə gəlir ki, Azərbaycanımızın inkişafına, onların bir-birinə ünsiyyətdə olması da o deməkdir ki, kərpiclər yaxşında oturacaq yerində. Amma sadəcə olaraq o kərpicləri düzgün seçilməlidir. Professional cəhətdən özünü yaxşı göstərən adamlar bəzən görürsən ki, onlar çəkilirlər, qalırlar qıraqda. O ruslarda da belə bir şey var ki, talantlıyorum надо помогать. A бесталантливые, они sami, так сказать, пробираются. Elə bir söz deyir. Bu da belədir. Hər bir kəndin sözün əsl mənasında öz respublikasını verdiyi töhvələrlə ölçmək lazımdır. Təbii ki, bu tədbir belə şeylər təkan verir. Bütünlərə uşaqlıq vaxtımızı, cavanlıq vaxtımızı Əmrəzanda keçirmişik şirkətdə. Özü, mən həmişə məndən soruşanda ki, ən yaxşı yer hardadır? Mən dünyanın hər bir yerini uçmuşam. Deyirəm ki, onu Milli Əmrəcan niyyəti, yəni ki, Əmrəcandan ki, mən hiss eləmirəm. Ən əziz mənə Əmrəcandır. Özüm bu şeylə, həmişə bu tədbirlərdə mən iştirak edirəm. Fərhad məni təşkil edir. Bakıxanın da yubileyidir. Bizimlə əşli qoymada iştirak elədik. Bir günə də dəvət elədilər, biz gəlmişik. Çünki görürsünüz ki, burada toplaşan adamlar hamısı belə mehribançılıqla gəlirlər. Burada müxtəlif sənətli, müxtəlif peşəli insanlar oturur burada. Görürsünüz ki, odur ki, mən təşəkkürümü bildirirəm, bunu təşkil edən insanlara. Çox gözəl və qəşəng təşkil olunur. Mən çox şadam ki, bu belə tədbirlər təşkil olunur. Niyə görə? Birincisi, bu çoxsu, bu tanınmış sənətkarlar toplanır burada. Bir-birimizi tanımayanda da burada heç olmasa tanış oluruq, bilirik ki, kim hardandır, nə məşğul olur. Biz də yeri gələndə onlarla fəxr edirik. Ondan sonra da bu təşkil olandan sonra bu tədbir heç olmasa gerək bunlar nəzərə alındı. Hamısını bir-birini tanış eləsinlər ki, onunla görə ki, biz görüşmürük. Sən öz işində, gücündə bir-birimizi dərindən belə yaxşı tanımırıq. Onlar da gerək o bizi tanış eləyirlər ki, heç olmasa biz də bilirik ki, görürsən, dəliyəndə soruşmayıq ki, bu Əmrəcanlı deyə yox, o saat mehriban olardı. Bu qədər. Mən də bir Əmircanlı olaraq bu elin, bu obanın havasını udmuş bir şəxs kimi sizlərlə bir arada olmaqdan həqiqətən qürur duyuram. Əmircan mənim üçün təkcə doğma məkan deyil, bu həm tariximizin, kökümüzün, mədəniyyətimizin yaşadığı bir məkandır. Buraya yığışan hər bir Əmircanlının simasında bu kəndin bir xatirələri var. Əlbəttə ki, təsadüfi deyil bu gün buraya yığışmamızın səbəbi, sağ olsun Fərhad müəllimin təşəbbüsü ilə belə bir məclis baş tutub və onun dəvəti ilə bu gün buradayıq. Hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, bu cür tədbirlərin keçirilməsi bizim birliyimizi möhkəmləndirəcək, daha da bizi yaxınlaşdıracaq. Birliyimiz əbədi olsun. Bir daha təşəkkür edirəm.